Qubadakı bağ evimizi satıb meşənin ortasına köçdük. Yaxşı zarafat edirəm, satmamışıq. Sadəcə bura istirahətə gəlmişik. Çünki mən meşənin içində istirahət etməyi çox sevirəm. Bizim bağda da yaşıllıq, ağaclar çoxdur, ancaq yenə də meşə bu havasını vermir. Ona görə ailəmizi bura gətirdim. Bu keçirəşdə yerləşən Şaxquba istirahət mərkəzidir. Biz 2 ailə, bacımgilin ailəsi, bir də mən valideynlərlə 4 nəfərlik kotec tutduq. 2 gecə, 3 gün qaldıq. Qiymətlər fikrimcə çox münasibdir. Koteclərin interyeri, təmizliyi də çox xoşuma gəldi. Remontda, divarlarda çat və s. kimi qüsurlar olsa da mənim üçün bu önəmli deyildi. Həm də ki bütün hamam ləvazimatları, şampun, diş fırçası, dəsmal, tapıçkalara kimi verilirdi. Və hər kotecdə 2 sanuzil var idi. Personal da çox diqqətli idi. Bu bizim qaldığımız kotecdir, bu isə bacımgilin kotecidir. Bizim kotecdən ağacların arasından düz çaya gözəl mənzərə açılırdı və verandada oturub yemək yemək, çay içmək çox ləzzət eləyirdi. Ancaq bacımgilin kotecin ətrafında restoranın stolları var idi və orada əyləşən qonaqların uşaqları və özləri pəncərə qapıları döyə bilərdilər. Hətta bacımgil uzandığı yerdə icazəsiz içəri girə bilərdilər. Bu bir dəfə olandan sonra artıq qapını açıq saxlamırdılar. Ancaq bizdə elə şey olmadı, çünki bizim kotecimiz qıraqda yerləşirdi. Burada hətta pulsuz səhər yeməyi də verilir. 4 nəfərlik səhər yeməkləri çox bol və dadlı idi. Digər yeməklərini də çox bəyəndik. Bacımgil uşaqlarla gəlmişdir və burada çox gözəl əyləncələr var idi. Uşaqlar hamısını sınadı və çox bəyəndi, əyləncələrdən ayrıla bilmirdilər. Bütün günləri demək olar ki orada keçirdi. Buranın təbiəti, mənzərəsi çox gözəldir. Buranı çox bəyəndim, bir də gələrəm. Ondan 8 bal verərdim. Bir də burada çox şirin pişiklər var idi. Bu pişik mənə çox bağlanmışdı. Çox sevdim onu. Baxışı qəzəbli olsa da ancaq çox mülayim, mehriban pişik idi. Kim onu görsə də mənim yerimə sahibləndirin, çünki mənə qoymadılar. Adını ifritə rus dilində Zluçka qoydum.